Salam. Bugün sizlərlə təbiətin məncə ən dahiyanə strategiyalarından birini danışacağıq. Söhbət yalnız çiçəkli bitkilərə məxsus olan 2 qat mayalanmadan gedir. Bilirəm, adı biraz mürəkkəb səslənir, amma inanın mənə, bu əslində həyatın davamlılığı üçün qurulmuş inanılmaz dərəcədə ağıllı bir plandır. Heç fikirləşmişsiniz ki, bir bitki hələ toxumun içində olan körpəsi üçün qidanı, yəni bir növ nahar paketini necə hazırlayır? Bu sualın cavabı bax bizi birbaşa bugün danışacağımız möhtəşəm prosesə 2 qat mayalanmaya gətirib çıxarır. Gəlin, bu heyrətamiz sirrin pərdə arxasında nələr baş verdiyini birlikdə öyrənək. Deməli, gəlin birbaşa hadisə yerinə, yəni bir çiçəyin tam mərkəzinə baş vuraq. Unutmayın, bu sadəcə quru bir bioloji proses deyil. Bu əslində 2 fərqli qəhrəmanın, biri erkək, biri dişi, bir-birinə qovuşmaq üçün çıxdığı möhtəşəm bir səyahətin hekayəsidir. Hər şeyin başlanğıcında ana bitkinin özü durur. Və bu bitki diploiddir. Yəni 2N. Bu nə deməkdir? Sadəcə təsəvvür edin ki, onun bütün genetik məlumatı, yəni xromosomları cüt-cüt yerləşib. Hər şeyin 2 nüsxəsi var. Bu bizim başlanğıc nöqtəmizdir. Bütün hekayə məhz bu cütlərin ayrılıb, sonra yenidən, amma fərqli şəkildə birləşməsi üzərində qurulub. Yaxşı, gəlin hekayənin iş qəhrəmanını izləyək. Bu, tozcuq dənəciyidir. Onun necə yarandığını görmək üçün çiçəyin erkək hissəsinə, yəni erkəkçiyin tozluğunun düz içinə doğru mikroskopik bir səyahətə çıxırıq. Burada meyoz deyilən çox xüsusi bir bölünmə prosesi başlayır. Bütün məqsəd nədir? O cüt xromosomları ayırıb sayını yarıya endirmək. Bəs niyə? Çünki bu hüceyrələr sonda dişi hüceyrə ilə birləşməlidir ki, xromosom sayı yenidən tamamlansın. Və nəticə, bir hüceyrədən 4 dənə tamamilə fərqli, genetik cəhətdən unikal hüceyrə yaranır. Onlara haploid, mikrosporlar deyilik. Yəni, artıq xromosomları təkdir, cüt deyil. Amma proses bununla bitmir. İndi həqiqətən də maraqlı bir şey baş verir. Bu mikrosporlardan hər birinin içindəki nüvə bölünür, amma hüceyrənin özü bölünmür. Yəni, təsəvvür edin bir hüceyrənin içində 2 ayrı idarəetmə mərkəzi yaranır. Və bu 2 nüvənin hər birinin birazdan görəcəyimiz kimi tamamilə fərqli və həlledici bir missiyası olacaq. Və nəticədə budur. Bir tozcuq dənəciyi, amma içində 2 fərqli missiyası olan nüvə. Biri, sanki bir bələdçi kimi yolu açacaq, tozcuq borusunu yaradacaq. Digəri isə qiymətli yükdür, yəni mayalanmanı həyata keçirəcək, spermlərə çevriləcək. Həqiqətən də mükəmməl bir iş bölgüsü, elə deyilmi? Yaxşı, gəlin indi tozcuq dənəciyini bir anlıq kənara qoyaq, o öz vaxtını gözləsin, biz isə hekayənin ikinci hissəsinə keçək. Bu dəfəki səhnəmiz çiçəyin yumurtalığının dərinlikləri, yəni yumurtacığın tam içidir. Baxın, dişi tərəfdə də eyni ilə erkək tərəfdə olduğu kimi meyoz prosesi başlayır. Amma burada hekayə tamamilə fərqli bir istiqamət alır. Sanki təbiətin amansız bir seçimidir. Yaranan 4 hüceyrədən 3-ü fəda edilir, məhv olur. Bütün enerji, bütün resurslar sağ qalan tək və ən böyük hüceyrəyə, makrospora ötürülür. Sağ qalan bu tək hüceyrə, yəni makrospor, indi sürətlə böyüməyə başlayır. Və onun nüvəsi dayanmadan tam 3 dəfə ardıcıl bölünür. Nəticə isə həqiqətən də heyrətamizdir. Düşünün, tək bir hüceyrənin içində 8 dənə ayrı nüvə yaranır. Bu, gələcək toxumun, belə desək, əsas idarəetmə mərkəzidir. Və beləliklə, son düzülüş formalaşır. Səhnə artıq hazırdır. O 8 nüvənin hamısı eyni deyil, əsas rollar paylanıb. Əsas qəhrəmanlardan biri, təbii ki, qiymətli yumurta hüceyrəsidir. Gələcək bitki məhz ondan yaranacaq. Digər vacib oyunçu isə 2 nüvəli özündə birləşdirən o böyük mərkəzi hüceyrədir. Unutmayın, o birazdan qida məmməyini yaradacaq. Və nəhayət əsas hadisənin vaxtı gəlib çatdı. Tozcuq dənəciyi dişiciyin ağızcığına qonur və o, bələdçi adlandırdığımız vegetativ nüvə dərhal işə başlayır. Məqsəd bəllidir. Qiymətli yükü təhlükəsiz şəkildə rüşeym kisəsinə çatdırmaq üçün uzun bir tunel, yəni tozcuq borusu inşa etmək. Amma bu səyahət zamanı çox vacib bir şey də baş verir. O, qiymətli yük, yəni generativ nüvədə bölünür və 2 sperm hüceyrəsinə çevrilir. Deməli, tozcuq borusu mənzil başına çatanda içində 1 yox, 2 sperm daşıyır. Bax, 2 qat mayalanmanın bütün sirri də elə bu 2 spermdə və onların fərqli missiyalarındadır. Və hadisənin kulminasiya nöqtəsi 2 sperm, 2 fərqli talə
Biri gələcək bitkini, yəni embrionu yaratmaq üçün yumurta hüceyrəsi ilə birləşir. İkincisi isə tamamilə fərqli bir məqsədlə o böyük mərkəzi hüceyrə ilə birləşir. O da gələcək bitkinin qida ehtiyatını yaratmaq üçündür. İki ayrı mayalanma eyni anda. Gəlin bu genetik riyaziyyata baxaq. Çox sadədir. Birinci birləşmə, sperm, yəni N xromosom. Üstəgəl, yumurta hüceyrəsi, yəni N xromosom. Nəticə 2N, yəni diploid zigot. Bu, bizim körpə bitkimiz olacaq. İkinci birləşmə, yenə sperm, yəni N xromosom. Üstəgəl mərkəzi hüceyrə. Amma o artıq 2N idi, xatırlayırsınız. Nəticə 3N, yəni triploid endosperm. Bu isə körpənin qida paketidir. Möhtəşəm deyilmi? Həm körpə, həm də onun yeməyi eyni anda yaradılır. Yaxşı, bütün bu birləşmələr, bu mikroskopik dram nə ilə nəticələnir? Əlbəttə ki, həyatın yeni bir formasının, yəni toxumun yaranmasıyla. Bu birləşmənin ilk nəticəsi əlbəttə diploid, yəni 2N xromosom dəsli ziqotdur. Bu, böyüyüb inkişaf edəcək və gələcək bitkinin özünə, yəni rüşeymə çevriləcək. İkinci nəticə isə əsl genetik bir qəribəlikdir. Triploid, yəni 3N xromosomlu endosperm. Unutmayın, 3 xromosom dəsti olan bu toxuma heç vaxt böyüyüb bitki olmayacaq. Onun tək və çox fədakar bir məqsədi var. Və beləcə ən başda verdiyimiz sualın cavabına gəlib çıxdıq. Həmin o hazırlanmış qida paketi məhz endospermdir. Onun bütün işi rüşeym öz ayaqları üzərində durana, yəni cücərib öz qidasını hazırlayana qədər onu enerji ilə təmin etməkdir. Yaxşı, bütün bu mikroskopik detalları anladıq. Amma bəlkə də soruşursunuz ki, bunun bizim üçün nə əhəmiyyəti var? Gəlin indi miqyası böyüdək və bu kiçik hadisənin nə qədər böyük təsirləri olduğuna baxaq. Bəs bu proses niyə bu qədər uğurludur? Çünki çox səmərəlidir. Bitki əmin olmadan, yəni mayalanma baş vermədən o qiymətli qida paketini hazırlamaq üçün boşuna enerji sərf etmir. Məhz bu səmərəlilik sayəsində çiçəkli bitkilər bütün planetə yayılıb dominant olublar. Və bizim üçün ən vacib məqam, süfrəmizdəki çörəyi, plovu, qarğıdalını düşünün, bütün bu taxıllar əslində yediyimiz o qida ilə zəngin endospermdir. Deməli, bax belə. Bir çiçəyin dərinliyində baş verən kiçicik bir hadisə əslində bütün bəşər sivilizasiyasının qida təminatının təməlində durur. Növbəti dəfə bir dilim çörək yeyəndə bir anlıq düşünün. Əgər bu tək mikroskopik hadisə olmasaydı, bizim dünyamız, bizim sivilizasiyamız ümumiyyətlə mövcud ola bilərdimi?